Salam, hər vaxtınız xeyir olsun. Artıq qış hazırlığına başlamışıq. Bugün sizinlə sobada pomidor kababının reseptini paylaşıram. Pomidorlar yuyulur. Bərk zədəsiz pomidordan istifadə edirəm. Orta hissəsini, zoğunu çıxardıram. Pomidorlar sıx üzü yuxarı halda düzülür və içərisinə duz əlavə edirəm. Hamısını duzladıqdan sonra 200 dərəcə qızdırılmış sobaya göndərirəm. Pomidorla birlikdə acı, şirin bibəri də pörtlədib bankaya yığa bilərsiniz. Tam üzü qızarıb kabab olana kimi bişirirəm. Elə isti-isti qabığını çıxardıram. Təmiz yuyulmuş quru bankaların içərisinə dəfnə yarpağı, dənəvər qara istiot və hərəsinə yarım çay qaşığı duz əlavə edirəm. Xardal dənələri və yaxud da keşniş toxumu əlavə edə bilərsiniz. Qabığını soyduğum pomidorları bankanın içərisinə yığıram. Eyni qayda ilə bütün bankaları yığıb üzərinə yarım çay qaşığı duz və pomidorun suyundan əlavə edirəm. Qapaq qoyub isti adyala bükürəm. Bu pomidorları mən qətiyyən qaynatmıram. Və qalan pomidordan da hamının çox sevdiyi acılı saçıveli sosu hazırlayıram. Gürcü mətbəxinin çox bəyənilən bu sosu həm ət yeməkləri ilə, həm də makaronlarla çox sevilir. Çəkilmiş pomidorun üzərinə çəkilmiş acı bibər, şirin bibər, qırmızı bibər, ət çəkən maşından keçirdib bir yerdə qarışdırıram. 3 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı duz əlavə edirəm. Qaynadıqdan sonra 100 qram əzilmiş sarımsaq, 1 çay qaşığı sarı kök, 2 xörək qaşığı xmeli suneli qatıram. Acısı zövqə görədir, amma çalışın mütləq çox acılı olsun. Pul biber də qata bilərsiniz. Hərəsindən 2 dəstə olmaqla reyhan, cəfəri və şüyüd xırda doğranır və yaxud ət çəkən maşından keçirdib sousa qatırıq. 1 saat tam qaynadıqdan sonra artıq suyunu çəkir. Qatılaşdıqda 100 qram sirkə və 100 qram bitki yağı əlavə edirik. Artıq sosumuz hazır olur. Qaynar halda bankalara yığıb isti ədyala bükürəm. Soyuduqdan sonra sərin qaranlıq yerdə saxlayıram. Sağ olun, sağlıqla qalın.